Salam aleyküm. Hardayam Höküməli dairəsindən qalxdın Qobu yolunda. Likoy zapravka var. Oradan biraz aşağı düşsən 140-ın yolundayım. Qiymət düşdü. Ona görə gələcək. Bax qoşadaşdı. Ha həyətin 2 maşınlıq həyəti də var, darvazası da var. Yaşayış yoxdur, çoxdandır. Ona görə əqqabidən gəzirəm belə amma gələndə silib təmizləyib əqqabsız gəzərsiniz. Burada da bir dənə yataq otağıdır. Evin arxa tərəfdən qarşısını heç nə tutmur, boşdur. Yəni gün işığı evin içinə düşür. Qiyməti yaxşıdır. Qiymətini deyirəm 27.222 manata. Nə verərlər heç nə. 2 manat. Bax buradan da gəldim, bir dənə burada böyük zalıdır. Zal studiya bir dənə lap böyük otağı var. İndi hər şey bir yerdədir, biraz qarma-qarışıq, amma təmiz səliqəli, aboylu, qapıları yerində. Baxın, normal qapılar da var. Yəni hər şey qaydasındadır. Qoşa daşdır, kəməri də var, həyəti də var. Bu qiymətə nə olmalıdırlar bundan artıq? Burada hamam sonuzaydı, o da tam təmirdir. Baxın, tam təmir, hazır. Köç yaşa evdə. İşığın şotçuku nə qədər var? Daha nə istəyirsən? Yəni burada mərkəzi kanalizasiya ofisiya birləşdirilib gedib. O çölü ilə tanış eləyək. Çölü hardasa 2 maşınlıq həyət var. Üstü paketdir. Bu həyəti görsən də çox böyük həyəti var. Çox böyük də yəni. Bu üstünə bax. Üstü də paketdir. Yəni o qiymətinə görə darvazası da var. Marşrutun yoluna da hardasa